Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çay süfrəsinə yaraşan çox dadlı şirniyyat reseptini sizinlə paylaşıram. Qat-qat xəmirli, üstü xırçıltılı, içi yumşaq, çox dadlı, qozlu bükmələrdir. İndi keçək şirniyyatın hazırlanma qaydasına. Bunun üçün ərzaq qabına 200 ml stəkanla ilıqdan biraz isti süt əlavə edirəm. İlıqdan biraz isti 1 stəkan su, 3 xörək qaşığı şəkər tozu, 1 paket 10 qram da instant quru maya əlavə edib qarışdırıram. Maya tez əriyən mayadır, ona görə gözlətmirəm. Elə maya ilə şəkər tozu əriyəndən sonra qaba yarım çay qaşığı duz, 5 qram 1 paketdə şəkərli vanil əlavə eləyib qarışdırandan sonra un əlavə eləyirəm. Onu da qeyd edeyim ki, un ələnmiş undur. Unun hamısını birdən əlavə eləmirəm. Əvvəlcə bir hissəsini əlavə eləyib qarışdırıram. Artıq çətin olduqda qalan undan əlavə eləyib xəmir yoğururam. Xəmir üçün 5 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Yumşaq bir xəmir olmalıdır. Sonda xəmirə 70 qram da doğranmış, yumşalmış kərə yağını əlavə eləyirəm. Yaxşı yoğururam, yağı xəmirə yeridirəm. Xəmiri biraz yoğurandan sonra dəzgahın üstünə qoyub 1-2 dəqiqədə yaxşı dəzgahın üstündə yoğururam. Belə gördüyünüz kimi ələ yapışmayan hamar bir xəmir alındı. Xəmiri gözlətmirəm. Əvvəlcə 2 yerə bölüb, sonra hissələrə kəsirəm. Xəmiri 13 yerə bölürəm. Doğradığım xəmir parçalarından götürüb əlimlə yuvarlayıb kündələr tuturam. Hazırladığım kündələri un səpdiyim padnosa yığıram, üstün örtüb 1-15 dəqiqə kündələri mayalandırıram. Keçirəm qat-qat xəmiri hazırlamağa. Qat-qat xəmiri çox fərqli üsulla hazırlayıram. Hazır kündələrdən birini götürüb un səpmədən yayıb uzunsov şəkildə böyüdürəm. Biraz eninə uzununa yayıb böyüdəndən sonra üzərinə yumşalmış kərə yağı əlavə eləyib hər yerinə kərə yağından yaxşı çəkirəm. Yağı da çəkəndən sonra videoda göstərdiyim kimi kənar hissələrini əlimlə çəkib biraz genişləndirirəm. Sonacan rulon kimi bükürəm. Hər iki tərəfini əlimlə çəkib genişləndirirəm. Biraz əlimlə çəkib uzadıb belə yağlı xəmir hazırlayıram. Hamısını eyni qaydada yayıram, uzunsov şəkildə. Biraz eninə uzununa böyüdəndən sonra üstünə yağ çəkirəm. Eyni qaydada kənarlarını çəkib əlimlə biraz genişləndirib rulon şəklində bükəndən sonra biraz dartıb uzadıram. Hamısını bu şəkildə hazırlayıb yenə üstün örtüb yağın bərkiməsi üçün 20 dəqiqəliyə soyuducunun buzluğuna qoyuram. Bu arada içliyi hazırlayıram. İçlik qozludur. 100 qram qoz ləpəsini bıçaqla xırda doğramışam. Siz blenderdən də keçirdə bilərsiniz. Üzərinə 3 xörək qaşığı şəkər tozu, yarım çay qaşığı hil, 1 xörək qaşığı da ərinmiş kərə yağı əlavə eləyib qarışdırıram. İstəyə görə qoz ləpəsini badamla, fındıqla da əvəz eləmək olar. Yağlı xəmirlər artıq demək olar ki, yağı donub, bərkiyib. Videoda göstərdiyim kimi əvvəlcə biraz üstündən bastıraraq eninə doğru yayıb genişləndirirəm. Sonra uzunsov şəkildə yayıb böyüdürəm. Eninə uzununa yayıb böyüdürəm. Xəmir yağlı xəmirdir, ona görə çox rahatlıqla da yayıb böyütmək olur. Böyüdəndən sonra yenə bir tərəfdən başlayaraq sonacan rulon kimi bükürəm.
Bükəndən sonra bıçaqla 2 yerə bölürəm. Belə gördüyünüz kimi qat-qat xəmir alındı. Badam buranı hazırladığımız kimi mahamar tərəfindən əlimlə ortasından bastıraraq oyuq açıram. İçlikdən 1 çay qaşığı yarım tutduğu qədər oyuq olan yerə əlavə eləyib, kənar hissələrini gətirib əlimlə sıxıb bərkidirəm. Üstündən biraz bastırıram, belə qozlu bükmələr hazırlayıram. Hamısını eyni qaydada hazırladığım içlikdən qoyub, kənarlarını büküb, qozlu bükmələri hazırlayıram. Şirniyyat üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Çox asan bir üsuldur. Tək-tək yuxa yaymadan elə bu şəkildə qat-qat xəmir hazırlamaq olar. İstənilən fərqli içliklərlə şirniyyat hazırlamaq olar. Hazırladığım xəmirdən tam 25 ədəd qozlu bükmələr alındı. İçlikli xəmirləri yağlı kağız sərdiyim formaya yığmışam, hamısını yan-yana. Üstün örtüb bir yarım saat yerində mayalandırıram. Mayalanmış xəmirin üstünə çəkmək üçün yumurta sarısına 1 çay qaşığı da süd əlavə edib qarışdırandan sonra xəmirlərin üstünə çəkirəm. Mən şirniyyatı bir formada bişirirəm, amma bir-birinə yapışmasını istəmirsinizsə, onda bir-birindən biraz uzaq məsafədə ayrı 2 formada da bişirə bilərsiniz. Yumurta sarısını da çəkəndən sonra 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. Qozlu bükmələr artıq bişib, hazırdır. Çox yaxşı qabarıb, çox yaxşı qızarıb. Çox asan bir üsuldur. Tək-tək yuxa yayaraq qat-qat xəmir hazırlamağa ehtiyac yoxdur. Elə bu üsulla çox rahatlıqla badam burada adında bükmələr hazırlaya bilərsiniz. Üstü xırçıltılı, içi yumuşaq, qat-qat çox dadlı bir şirniyyat alınır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu sona qədər izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.